Mən sizlərdən suallarınızı hazırlamağınızı gözləyirəm. Bu müddətdə də ilk belə araya qaynayıb mən özüm bir spikerlərə suallar vermək istəyirəm. Hə. İndi bu mövzuda hər üç spikerə sualım olacaqdır. Özəllə Babaxan bəy, sizin indi qeyd elədiyiniz kimi süni intellektin manipulyasiyasına mən biraz daha işi show biznes tərəfinə çevirirəm. Əyani nümunəsi varmı? Nadir bəy, belə bir şey deyim, hər kəs AI-in üstünlüklərindən danışdı. Yenə danışırıq. AI bu qədər bizə belə təsir edir ora-bura. Amma mənfi tərəfləri nələrdir və mənfi komandamıza, bir şirkətdə özəlliklə komandamıza mənfi təsiri nələrdir bunun? Cavabını istəyərəm sizdən. Bir də Fuad bəy, mövzu çox gözəl bir mövzudur. Avtomatlaşdırma çox gözəldir. Lakin bu biraz texniki detallara girdiyi üçün ilk olaraq burada o istiqamətdə özünü görən şəxslərə, marketoloqlar və yaxud da bu sahə üzrə maraqlanana necə yönləndirə bilərsiniz? Tövsiyələriniz nələrdir? Bunların sizdən qısa bir cavabını mən istəyəcəm. Buyurun Babaxan bəy, mikrofon sizdə. Manipulyasiya məsələsi süni intellektin axtarış sistemləri belə deyək, əvvəldən də SEO-nun özünü manipulyasiya edirdilər. Ümumiyyətlə kiminsə haqqında hansısa bir qara lama kampaniyası falan olanda, Google-da axtaranda onunla bağlı məlumatlar çıxırdı. Və AI-in özü də ümumiyyətlə və kimisə pisləmək istəyirsə bir-iki dənə sayta məlumat verirsiniz ki, filan kəslə bağlı belə bir məlumat var və yerləşdirdi və istər-istəməz həmin şəxslə bağlı bir Google axtarış həyata keçirdəndə gördünüz ki, bunlar daha çox məşhur şəxslər olur, siyasilər olur ki və bu formada siz SEO-nu ümumiyyətlə manipulyasiya edə bilirsiniz. Və bizim AI platformaların hamısı da SEO-nun özündən bunu istinad etdikləri üçün və həmin mənbələri burada istifadə etdikləri üçün və siz rahatlıqla saytları manipulyasiya etdiyiniz zaman onlara bu ödənişli üsullarla və başqa-başqa yollarla siz bunun nəticəsini, bunun eynisini yəni ağlıma gəlir. Bilmirəm, bir dənə nümunə belə verə bilərsiniz ki, məsələn, filan şirkət belə eləyibdir. Show biznes tərəfini deyim sizə. Bu Türkiyədə Adnan Oktarı tanıyırsınız da yəqin ki, onun şeyi var. Tanımayan yoxdur. İşlərini həyata keçirdən bir şəxs var idi. O bütün demək olar ki, koordinasiyanı həyata keçirən həmin şəxsdir. Və o güvən yaratsın deyə Google-u manipulyasiya eləmişdilər onun üçün. Və onun adını axtardığınız zaman bunun çox məşhur bir iş adamı sanki olduğu və onun haqqında çoxlu məlumatlar çıxırdı. Və bu bir belgeselin içərisində var. Geniş şəkildə bu necə olduğuna bağlı detallı var. Yəni bir neçə dənə böyük xəbər saytını pulunu verib siz özünüz haqqında press release paylaşdırdıqdan sonra sizi çox rahatlıqla yazanda sən alim də olursan, filan kəs də ola bilirsən. Nümunəsinə gələndə yerli şirkətlərdən bir şirkətin yaxları misalını da dedim. Nömrəsi çox fərqli bir şey. O şirkətin nömrəsi yoxdur ümumiyyətlə. Müraciət siz əlaqə nömrəsindən müraciət edə bilmərsiniz. Qısa nömrədir. Amma Google-da bu insanlar tərəfindən çox axtarılır. Necəsə olub ki, başqa bir nömrə çıxırdı və bizə tapşırıq gəldi ki, bunu buradan yığışdırmaq lazımdır. Biz də hansısa bir saytın içərisinə sanki nömrəsi başqadır deyə bir şey yazdıq. O avtomatik olaraq onun mənbəsi olmadığı üçün bizi daha çox istinad eləməyə başladı. Sonra da həmin mənbəni ortadan yığışdırdıq, o məlumatı yığışdırdıq və nəticədə həmin şirkət axtaranda ümumiyyətlə nömrəsi çıxmamağa başladı. Yəni bizə lazım olanı çıxartdıq. Həm də ki, burada LLM TXT deyə bir şey var. O saytın içərisində yoxdur, bir yaxlar göstərdiyimiz kod hissəsində sanki bunun belə bir şey var deyə göstərməyə Amma sonradan yoxmuş kimi göstərirsiniz, məsələ həll olur. Çox sağ olun Babaxan bəy. Nadir bəy, sizə verək mikrofonu. Çox sağ olun. Çox belə qısa sual gözləyən, sual vermək istəyənlər çox var. Qısaca bir sizdən cavab alaq. Deməli, təbii ki, mənfi hər bir şeyin yaxşı, müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. İlkin olaraq bunun biraz maddi tərəfidir. Mənfi deməzdim, biraz işimizi axsatan. Çünki toollar var ki, çox yaxşı toollardır, amma onları tam olaraq istifadə eləmək üçün istənilən saat, istənilən vaxt müddətində biraz premium versiyalarını almaq lazım olur. Bu biraz sıxıntı yaşadır ki, əlavə maddiyyat tələb eləyir bu. Komandada mənfi halın yaşanması
Yadıma gəlir deyəndə ki, mən tövsiyə edirəm ki, sahibkarlar var aramızda az da olsa, komandanıza AI-yı inteqrasiya eləyəndə birdən-birə sabah gedib, məsələn, burdan əsnəyib sabah gedib deməyin ki, məsələn, hamımızda cloud, hamımız GPT-lə hazırlayırsınız bundan sonra. Bunu eləmək, mən real case üzərindən özümü göstərim. Bunu eləməyə çalışırdıq. Təsəvvür edin ki, biz başqa yerdəyik, təcili nəsə fayl atılmalıdır və bu süni AI ilə eləyib at tapşırığını verdiyi content menecerə. Adam yeni gəlib işə, juniordur. Eləyib atdı. Atdığı AI baxsaq, yəni bildiyimiz o LinkedIn statusları faylda var idi. O biraz bizi pis vəziyyətdə qoydu. Görüşə 2-3 dəqiqə qalıb əlimizdə material yoxdur. Bu cür hazırlıqsızlıqlar AI istifadəsi zamanı bəzən mənfilərə şərait yaradır. Ona görə biraz adaptasiya müddətini gözləmək lazımdır mənfi yaradan. Yəni qısacası deyirsiniz ki, komandanın AI adaptasiyasını biraz müddət tanımaq lazımdır. Yavaş-yavaş, bəli. Təşəkkür edirəm çox sağ olun Fuad bəy. Yəni çox qısa bir cavab alaq. Tamam. Sual oydu ki, necə başlamaq? Bəli. Əgər hər hansısa bir şirkətdə işləyirsinizsə indi orada iki faktor var. Bir müştəri tərəf, bir də şirkət daxili proseslər. Müştəri tərəfdən düşünmək lazımdır ki, biz müştərilər aid nələri avtomatlaşdıra bilərik. Məsələn, çox sayda qeydiyyatdan keçdi, avtomatik e-mail göndər, xoş gəldin və s. Bu müştəri tərəf. Internalda nə edə bilərsiniz? Məsələn, task management. Okay, filan kəs hər dəfə bunu gəlib bizə e-maillə yazmasın və yaxud deməsin. Nəsə yazsın, AI bunu özü filan kəsə yönləndirsin, o birisi bəhmən kəsə yönləndirsin və s. Nə bilim, Excel-də nəsə yazırsınızsa, hər ay göndərirsinizsə, onu Google Sheet-lə avtomatlaşdıra bilərsiniz və s. Yox, bir şirkətdə işləmirsinizsə, öz üzərinizdə çalışıb, $5-10, $20 pul xərcləyib, müəyyən testlər edib, daha sonra çox aşağı qiymətə bəzən də pulsuz başqa-başqa şirkət sahibkarlarına təqdim edə bilərsiniz ki, gəlin mən bunu, nə bilim, 50 manata, 100 manata sizin üçün etməyə çalışım ki, portfolyo yığasınız. Ondan sonrası rahat. Əla, əla. Çox sağ olun, təşəkkür edirəm. Keçək suallara, amma suallarımız bol olsun. İstəyirəm bugün spikerlərimizi tərlədək. Amma suallar verərkən də maksimum dərəcədə qısa, lakanik olsun. Vaxtımız çox azdır və ən azından bir 15-20 sual almaq istəyirəm sizlərdən və dəyərli hədiyyələrimizdə bu sual verənlərin, belə deyək ki, sual verənlərə hədiyyə ediləcəkdir. Bir də sizdən xahiş edəcəm, sual verəndə ad, soyad, təmsil etdiyi şirkət və vəzifəsini qeyd eləsə. Arxada bir ağ formalı bir xanım var, az öncə şey dedi, qaldırırdı əlini. Bir dənə arxaya gedər, ən arxada oturubdur, bəli. Bir də sualı hansı spikerə yönləndirsə, xahiş edirəm, onu deyin. Tam dəqiq cavabını da versin. Hər sualı çox qısa cavablarla... Salamlayıram hər birinizi. Mən Anar Hüseynli. Bura marketoloq yox, bir nitq təlimçisi olaraq qatılmışam. Bir təlimçi olaraq mən istənilən bir ixtisas yaxud sahə üzrə təlimlərin keçirilməsinə dəstək verirəm. Nadir bəy çox gözəl bir sonda söz söylədi ki, insan üzərinə gəlinsin süni intellekt ən güclü kombinasiyadır. Və süni intellektin nə qədər pis tərəfi olsa da, yəni bu pis tərəf mənə görə yaradıcılığın qismən ölməsidir. Əslində sual yox, Nadir bəyin sözünə qüvvət olaraq deyərdim ki, məncə çox çalışmaqdansa ağıllı çalışmaq daha yaxşıdır. Və bir də Nadir bəyə soruşardım ki, yəni söyləmək istərdim ki, əgər biz komandamızda siz söylədiniz ki, süni intellektdən istifadə edərək daha ağıllı və yaxşı çalışmaq olar. Biz korporativ təlimlər, komanda daxili təlimlər keçərək bu süni intellektdən necə istifadə edərik deyə bir təlimlər keçə bilərikmi? Buyurun. Təşəkkürlər sualınız üçün, minnətdaram. Qısa cavab verəyəm ki, bəli. Çox qısa oldu. Çox qısa oldu, amma təşəkkürlər fikrimi dəstəklədiyiniz üçün bu arada. Qeyd eləməyi unutdum, üzrlü sayın. Bəli, yəni təlimlərlə bu mümkündür, amma burada önəmli məqam var ki, təlimlər ancaq praktiki olmalıdır. Yəni nəzəri olaraq bu cür slayd və yaxud indi bizim 10 dəqiqəlik çıxışı saymayaq, hər hansısa bir spiker gəlib 1 saatlıq slayd danışıb getsə, heç nə olan deyil yəni. Ancaq praktika. Çox sağ olun. Məncə bu fasilə vaxtı Anara xanım Nadir bəyə yaxınlaşıb detallı sual ala bilərsiniz. Buyurun, başqa sual. Buyurun, xanım. Əl qaldırmışsınız. Salam, mən Rəcəbova Gülnar.
Hələ ki tələbəyəm, marketinq tələbəsiyəm, 4-cü kurs. Sualım hər üç spikerədir. Sualım budur ki, biz həmişə məhsul Tam dəqiq bir dənəsini verə bilsək, digər Tamam, sual bəli, bir verənlərin dənədir. vaxtına Zaten girməyək. başlamaq istəyirəm. Sualım odur ki, biz həmişə məhsul olanda bunu universitetdə öyrənmişik ki, məhsulu insanların emosiyasına təsir edərək alınır. Məsələn, bir sıra brendlər də imperiyalarını insanların duyğularına, emosiyalarına təsir edərək qurublar. Amma indi süni intellekt köməkçiləri yaranıb. Yəni məsələn biz onlara deyəndə ki, mənə ən keyfiyyətli diş pastasını al, o durub hər hansı bir reklama baxmır. Ən keyfiyyətlisini seçir və bizə göstərir. Yəni sualım odur ki, emosiyalar insan duyğularına təsir etmək, marketinqdə rolu yox olacaq, belə başa düşürəm. Yəni artıq reklamlar olmayacaq. Yəni buna mı gedir gedişat? Nadir bəy, sizlə bir dənə başlayaq. Məndən bax. Sonradan da Babaxan bəylə davam eləyərik. Sualı tam olaraq hansı kanalda olduğunu bilsəm daha dəqiq cavab verərdim, amma Yəni insan duyğularının artıq rolu olmayacaq. aydındır. Bu qeyd düzəliş eləmək istəyirəm. Biraz istənilən məhsulda yox, bu bəzi məhsullardadır. Yəni istənilən məhsulun reklamı zamanı, məsələn, Nur çörək zavodunun reklamında heç bir yəni bizi çörək aldıracaq bir emosiya, bizə təsir edəcək bir emosiya yoxdur orada. Mən hansısa bir Nur çörək reklamını görüb gedib ümumən oradan çörək almıram. Hər məhsula təbii ki, aid eləmək olmur, istisnalar var. Amma mütləq şəkildə marketinqin, yəni elm olaraq daxilindəki sosiologiya, statistika və psixologiya bunların arasında təbii ki, bu emosionallıq kateqoriyası da var. Sırf reklamlarda təbii ki, ən əsasda video reklamlarda bu öz əksini tapır. Amma qeyd elədiyiniz süni intellekt emosionallıq qalmayacaq, süni intellekt bunu əlimizdən alacaq. Orasını biraz tam anlamadım açığı sualı. Babaxan bəy, bu kiçik bir dənə reklam tərəfindən bir dəstək olsa suala bir cavabında. AI-ın inkişafı ilə əksinə daha sizin emosiyalarınıza təsir edən reklamlar çıxmağa başlayır. Çünki normalda biz ümumiyyətlə hər hansı bir reklam çıxartdığımız zaman auditoriya seçəndə tam olaraq ümumi maraqları bilsək də, konkret olaraq şəxslərin içindəki hissləri bilmir. AI-ın köməyi ilə artıq biz konkret olaraq hər adamın özünə xüsusiləşdirilmiş reklamlar göstərə bilir. Bunun üçün də Big Data-nın da üstündə işləmək üçün AI lazımdır bizə və bu əslində sizin tutaq ki, atıram, hamilədirsə, hamiləyə uyğun olan məhsulu çıxartmağa başlayacaq və hamilə olduğunu bilən patternlər var. Yəni sənin hamilə olduğu şey necə bilir, sistem necə başa düşür? Çünki sən artıq pişik videolarını like eləyirsən, sənin baxır ki, purchase'lər və baxır ki, sən iysiz artıq məsələn dəst şeylər, sulu salfetkalar almağa başlayırsan və başqa şeylər. İnsan onu analiz eləyə bilmir, amma AI onu analiz eləyir və ona uyğun olaraq sən reklam və yaxud da ki, pop-up və yaxud da ki, nələrsə çıxarda bilir. Bu da ki, ümumiyyətlə win-windir də, məhsul satır, siz də xoşbəxtlik şəkildə onu ala bilirsiniz. Yəni indi emosiyanı tuta bilməsə də videonun kontenti create eləyəndə, amma ümumiyyətlə proseslərdə emosiyamızı bilir. Hormonlarımıza qədər bilir ki, bizim o qanımızda axan hormonlar nələrdir. Yəni Nadir bəyin əlavəsi və çox kiçik bir əlavəni elin, keçək digər suala. Babaxan müəllimin sözünü qüvvətləndirim. Bir də əlavəm var. O arada mikrofonun orada bəy var, onu aparaq. Qeyd elədiyiniz şeylər emosionallıq və yaxud və quru reklamlar deyək də, bunların hansının yaxşı, hansının pis olduğunu bilmək üçün artıq hardasa 1 ilə yaxındır ki, gəlin özəlliyi var, Meta Andromeda özəlliyi. Artıq Meta Ads belə bu özəlliyə keçid eləyib ki, sən əgər bilmirsən ki, emosionallıq satır, belə lori dildə danışıram, yoxsa quru reklamlar satır, bunu bilmirsənsə, hamısını yüklə, reklamlarda insanlara yəni hamısını çıxar birlikdə. Atıram da, məsələn, bir büdcənin 10 dənə kreativ çıxar insanlara. Biri emosional olsun, biri quru post olsun, biri daha dinamik bir post olsun. Mən özüm müəyyən eləyəcəm ki, insanlar hansını sevir, sevmir. Bunu artıq yəni insanlar özü yox, Meta özü bizə təyin eləyir, verir. Çox sağ olun. Çox sağ olun, təşəkkürlər, sağ olun. Növbəti sualımızı keçib bəy, özünüz təqdim edin zəhmət olmasa. Hər kəsə salam. Adım Neymətdir. Bank sahəsində çalışıram. Ümumi bir sual vermək istirdim. Kreativliyi süni intellektə təhvil verdiyimiz bir dövrdə sizcə insanların vizyonu necə olmalıdır bundan sonra? Sualı kimə ünvanlayırsınız? Nadir bəy cavab versə məncə daha düzgün olar. Nadir bəy, böyün şeyi keçmişsiniz. Buyurun. Sualı zəhmət olmasa tez bir dənə təkrarlayaq. Sual belə idi ki, yəni kreativliyi süni intellektə təhvil verdiyimiz bir dövrdəyik. Daha çox o məşğul olur. Tendensiya budur. Yəni ümumiyyətlə insanların bundan sonrakı vizyonu necə olmalıdır bu sahədə? Yəni insanların rolu nə olacaq? Məncə kreativliyin insanların vizyonuna təsirindənsə, əksinə insanların
inkişafının kreativliyə təsiri olmalıdır burada. Yəni əksinə olmalıdır sualın əslində quruluşu. Yəni daha insanların düşüncəsi dövr dəyişdikcə, süni intellekt alətlərindən istifadə elədikcə, həmin toollara öyrəşdikcə, indi burada kreativ nümunələr deyəndə mən təbii ki, reklam nümunələrindən bəhs eləmək istəyirəm. Yəni küçədə sorğular və yaxud danışan balaca uşaq videolarından danışmırıq. Daha çox belə reklam videolarından danışırıq. Bunlar yəni insanların süni intellektə istifadəsi gücləndikcə, daha çox adaptasiya olduqca bu süni intellektdə yaratdığımız kreativlər də vizyona birbaşa təsir eləyir. Buna bir dənə əlavə olaraq deyim ki, Bəli, buyurun Fuad. Mikrofon gəlsin burada bəyə. Ümumiyyətlə bizim məsələn şirkətdə bu AI ilə bağlı nələrsə hazırlayan dizaynerimizdir. Dizaynerin özü hazırlayır bunu. Amma onun yazdığı promptu mən yaza bilmirəm. Çünki bu adam raksun nə olduğu, işığın hardan düşməsi, hansı bucaq altında olmağı, yəni o qədər detallı məlumatlar yazır ki, bizim burada edəcəyimiz şey sadəcə o promptu düzgün şəkildə yazmağı öyrənməkdir. Yəni onu biz etdiyimiz zaman daha kreativ nəsə çıxır. Sadəcə orada onu götürüb texniki şəkildə işləyirdi, ötürürsən AI işləyirsən. Okay. Buyurun, sualınızı alaq. Sağ olun. Səmədov Aslan, marketinq ixtisası üzrə magistr tələbəsiyəm. Sualım Babaxan Adınız necə oldu? Səmədov Aslan. Aslan. Sualım Babaxan bəy olacaq. Necə düşünürsünüz? Yaxın gələcəkdə o dediyiniz AI ilə üstə çıxan, axtarış zamanı üstə çıxan şirkətlərə müştərilər daha üstəliyi tutacaq, yoxsa dost tanışın məsləhət gördüyü şirkətlərə? Bu biraz Dostlar, başqa yenə. bir hissədir. Rəqəmsal yoxsa digital deyə bir hissəyə gedib çıxır. Bizdə ənənəvinin gün-gündən zaten o dost tanışın tövsiyəsi məsələsi biraz omnichannel marketinq gedir. İndi hal-hazırda kimsə hər hansı bir məhsul seçim həyata keçirdiyi zaman bir kanaldan baxaraq və ya ki bir dostunun tövsiyəsindən bunu həyata keçirmir. Kimsə gəlir hansısa xidmətimdən istifadə edir. Kursa kimsə qoşulur. Adamdan soruşuram. Deyir ki, məsələn, mən filan kəs tövsiyə eləmişdi. Amma o ona təkcə təsir eləmir. Çünki onun tövsiyə ilə çox dostu var və çox adam da fərqli-fərqli nələrsə təsir eləyə bilər. O məni təzədən Instagramda görür. Google-da axtarır, təzədən görür. AI-da axtarır, yenə məni görür. Filan yerdə yəni SMS göndərirəm, e-mail göndərirəm. Bunların hamısını ona nüfuz etdiyi zaman o nəticəni əldə edirsən. Yoxsa sadəcə dost tanış tövsiyəsindən çox nadir hallarda hansısa maşın ustasına edirsən və ya da filan şey edirsən, amma daha iPhone aldığın zaman 50 dəfə araşdırırsan, bir baxırsan, AI-da soruşsan, sən aldın necə çıxdı filan şey. Yəni bir neçə kanallı marketinq var burada hal-hazırda. Ona görə hamısı istifadə olunacaq. Heç biri ölmür. Çox sağ olun. Azər. Orada az öncə xanım istəmiş, daha öncədən xanım istəmiş onu verək. İkinci sıradadır. Qara köynək geyinib. Sualınızı qısa alaq. Sual verən çoxdur, vaxtımız azdır. Zəhmət olmasa spikerlərdən xahiş edəcəm, qısa cavab verək. Salam, mən Fidan Novruzlu. Mənim sualım Fayad bəyə olacaqdı. Şirkət və vəzifəniz nə idi? Sosial media meneceri üzrə fəaliyyət. Freelance kimi işləyirsiniz. Bəli. Adınız necə oldu? Fidan Novruzlu. Fayad bəy, deyə bilərsiniz zəhmət olmasa, düzdür, 90% insan AI-dan istifadə edir, amma AI-dan düzgün istifadə edə bilmirik, onu bacarmırıq. AI düzgün prompt vermək üçün nələri bilməliyik? Yəni AI ilə düzgün işləmək üçün nələri öyrənməliyik? Biraz istiqamət verə bilərsiniz. Fidan xanım, content promptundan danışırsınız yoxsa Sosial media üzrə ən çox. sosial media? Yaxşı. Tamam. Birinci öz şirkətinizin, öz brendinizin o haqqında məlumatı onlara tanıtmalısınız ki, tutaq ki, mənim özüm brendəm Fuad Əlizadə. Mən rəqəmsal marketinq tədris edirəm, bu işləri görürəm, sayt düzəldirəm, SEO edirəm, AI avtomatlaşdırıram. Mənim bu qədər yaşım var və insanlar məni adətən buna görə tanıyır. Bu mənim saytımdır, bu mənim səhifəmdir, rəqiblərim də budur. Aylıq bu qədər satış edirəm, hansı xidmətləri verirəm və nələri planlayıram. Maksimum öyrədirsiniz. Öyrədəndən sonra da ondan çox yaxşı nəticələr alacaqsınız. Çünki o birinci sizi tanımalıdır. Sonra sizin nə istədiyinizi daha yaxşı başa düşsün. Bu arada mənə bu şəkli düzəlt yox. Mənə bu formada, bu rakursda, bu rəngdə bu şəkli düzəlt. Çünki mən burada bu fikri çatdırmaq istəyirəm, maksimum sadə olsun. Baxın belə bu formatda, amma ən əsası özünüzü tanıtdırmaqdır. Ondan sonra daha uyğun nəticələr alacaqsınız. Mən burada bir dənə əlavəmi də eləyim. Ümumiyyətcə kreativ hər hansı bir yaradacaqsınızsa, orada kiçik prompta da belə bir məlumatlar da əlavə edirsiniz. Bu harda paylaşılacaq? Bir. İkincisi, bunu kimlər görəcək?
görəcək. Üçüncüsü ki, burada call to action olacaqmı, yoxsa hərəkətə keçirəcək nəsə bir məlumat olacaqmı? Bunlarda prompta önəmli olsa, indi spikerlər mənə qatılar yoxsa yox. Bunlarda prompta əlavə etməyiniz sizin daha yaxşı bir, belə deyim ki, nəticələr əldə etməyinizə kömək edəcəkdir. Keçək digər suallara. Ortada xanım var, əlini qaldırıb bir dənə zəhmət olmasa. Salam, hər birinizi xoş gördük. Mən Vüsalə Cəbiyeva Meta Education'da qrafik dizayn təlimçi olaraq fəaliyyət göstərirəm. Demək, hal-hazırda biz bir startup layihə üzərində çalışırıq. Bu startup layihə Art Marketplace-dir, yəni sənət əsərlərinin satışı ilə bağlı bir layihədir. Deməli, bu layihədə bizim bir problemimiz var. O da satışların real həyata keçirilməsi ilə bağlıdır. Çünki bunu həm qlobal, həm real, həm lokal olaraq düşünmüşük. Ancaq satışlarda ciddi problemlər var və belə bir sual vermək istərdim ki, bu problemin həlli üçün süni intellektdən necə effektiv istifadə edə bilərik? Və bir də belə bir sual vermək istərdim. AI generated content dövründə real artistlərin sənət işinin dəyərini necə qoruya bilərik? Bu balansı necə saxlaya bilərik? Sualınız kimə idi? Yəni hər biri cavab verə bilər əslində. Buyurun, kimsə cavablandıra bilər? Bir hissəsinə mən deyim, qalanlarına yoldaşlarımız davam eləyər. Mən də əlavəm olacaq onunla əlaqədar. Buyurun. Mən şəxsən AI ilə çox maraqlı şeylər düzəldirəm, şəkillər. Belə futuristik yox, retro falan, bax belə fərqli formatda. Və yaxın gələcəkdə onları düzəldib bir saytda xarici şəxslərə satmağı düşünürəm. Ki, üstündə bir dənə logo mark, al, pulunu ödə, mən sənə şəkli göndərim. Çünki AI qəşəng şeylər düzəldir və daha ucuzdur, nəinki artdan. Arta yoldaşlar deyər, mən AI tərəfinə deyim ki, AI ilə yaxşı şeylər düzəldib sata bilərsiniz. Nəticədə AI hamı üçün açıqdır, amma ora yazan hamısı fərqli-fərqli artistlərdir. Siz bir artistsiz, başqa bir artist var, ya hərənin öz vizyonu vardır. Öz vizyonunuza uyğun maraqlı promptlar nəticəsində yaxşı şəkillər alıb, onu da sata bilərsiniz fikrimcə. Niyə də yox? Bir başqa bölmə. Aydındır, çox sağ olun. Buyurun. Nadir bəy, buyurun. Mənim əlavəm var, maraqlı sualdır. Birinci paneldə bir fikir səsləndirildi. Ənənəvi marketinq rəqəmsal döyər tipli. Mən deməzdim döyər. Əslində belə olmalıdır ki, ənənəvi və rəqəmsal birləşib bir marka dəyəri yaratmalıdır. Burada gərək döymək olmasın da. Ənənəvi marketinqdən də istifadəni tövsiyə edirəm burada və lazımlıdır. Nəyə görə? Çünki siz İncəsənət Universitetinə əməkdaşlıq eləyə bilərsiniz, bilmirəm eləyirsinizsə və yaxud digər kolleclərlə incəsənətlə bağlı Mikrofon. rəsm kursları və s. bununla bağlı onunla maraqlanan şəxslər. Çünki belə deyim də, AI ilə mahnı düzəltmək olur, çox yaxşı da olur, yaxşı mahnılar var, milyonu keçən görüntüləmələr var. Amma ki, və yaxud nə bilim, daha çox retro mahnılar olsun, nə bilim, operalar olsun, yaradılır AI ilə. Amma filarmoniyada hər həftə demək olar ki, konsert olur. Ora, yəni zal da olur. Yəni bu o demək deyil ki, AI ilə mahnı düzəlibsə, mahnı create eləmək olursa, bu o demək deyil də sizin digital və yaxud rəsm əsərləri biznesiniz deyə də belə öləcək demək deyil. Yəni düzgün kanal mütləqdir burada. Ənənəvini də əlavə eləyin. Təkcə AI rəqəmsalla olmur, birləşmək lazımdır. Çox sağ olun. Oldu, çox sağ olun. Sualı verək xanıma. Mikrofonda arkada bir bəy var, bayaqdan çox həyəcanlıdır. Nə dediniz, müəllim, yoxsa? Bəli, siz sualınızı verin, digər mikrofonu da bəyə çatdıra zəhmət olmasa, arkada oturubdur. Təşəkkür edirəm mənə də sual üçün şərait yaratdınız. Adım Almazdır. Unibankda çalışıram. Sualımı vermək istəyirəm Fuad bəyə ki, AI əsaslı marketinq dövründə sizcə ən dəyərli skill hansıdır? Yəni dataları analiz etmək, yoxsa AI-ya düzgün suallar vermək? Yəni məsələn prompt engineeringdə belə deyək. Almaz xanım, başa düşdüm sizi. Təşəkkürlər. Çox sağ olun. Məncə bu sahədə ən vacib skill araşdırma və rusların sözü divizheniya şeyidir, bacarığıdır. Nə qədər belə divizheniyalı olsanız, nə qədər araşdırmağı sevsəz, o qədər daha çox yaxşı nəticələr əldə edəcəksiniz. Bunu nəyə görə deyirəm? Özünüz hamımız şahidik. Axşam yatırıq, səhər duruq, təzə AI çıxır.
Okay, biz onları araşdırmasaq, onlara baxmasaq, fikir verməsək, hərəkətli, aktiv olmasaq, hər həftə təzə AI-lar çıxır. Mən indi buradan danışdım, buradan çıxacağıq, sabah bəlkə təzə şirkət IPO-ya çıxacaq, markanı alacaq, Facebooka qatacaq və ucu şəkilləri də Meta hazırlayacaq. Ən əsas bacarıq budur, qalanı artıq gələcək. Çox sağ ol. Buyurun. Bəydə idi arxada mikrofona. Zəhmət olmasa Salam. bu tərəfə də Mən keçin. salamlayıram. Dəyərli fikirlərinizə görə təşəkkürümü bildirirəm. Adınız necə oldu? Adım Famildir, Varan MMC. Necə? Eşmə. Varan MMC, rəqəmsal marketinq üzrə baş mütəxəssis. Sualım Babaxan müəllimədir, biraz emosional tərzdədir. Demək Babaxan müəllim, axırda verəcəyim sualı öndə verirəm. Bizim axırımız nə olacaq? Yəni AI reklamları optimizasiya edir. Bəs bizi bundan sonra fərqləndirən nə olacaq gələcəkdə? Maraqlı sualdır. Düzdür, Nadir bəy öz çıxışında biraz həmin hissələrə vurğu vurdu, amma bir şirkətin işini görürük. Şirkətdə AI optimizasiya həyata keçiriləcək. Deyirik ki, təklif veririk, beləncə bir şey. Şirkətin rəhbərliyi deyir ki, neçə iş çıxardacaqsınız bunu eləyəndən sonra. Yəni deyə bir şey gəlir. Yəni insanlar o tendensiyaya doğru gedir. Yəni siz bu avtomatlaşdırma eləsəz, bu necə olacaq? Düzdür. Sonumuzu yaxşı mütəxəssislərin sonunu yaxşı görürəm, çünki bunu istifadə eləmək, ən azından bu AI istifadə eləmək adam lazımdır. Amma mən keçən dəfə sizə deyim 2 saat ərzində bir dənə startapı qurduq və başa gətirdik. İdeyadan axıra qədər də hər şeydə, yəni də görürəm ki, bu developerların da işi gedir, UX UI-ların da işi gedir, filan kəs də gedir. Amma düzəltmişik, amma yenə də bir UX UI-ya ehtiyac var orada ki, MVP-ni çıxarda bilirik, ilkin versiyanı çıxarda bilirik. AI də beləncə idi. İlkin versiyada və yaxud da ki, bizim işimizi görəcək qədər müəyyən bir hissəni çıxarda bilir, amma ona müdaxilə eləmək, onu idarə eləmək, vizyon məsələsi hələ də o qədər inkişaf eləmir. Yəni ortalama bir marketoloqdan ağıllı deyil, amma zəif bir marketoloqdan ağıllıdır AI. Yəni çox rahatlıqla da əvəz eləyə bilir. Yəni 7 nəfərin gördüyü işi bir görür ki, 6 dəfə daha sürətləndirə bilər. Düzdür? 6 dəfə sürətləndirmə 6 dəfə daha az işçi ilə də bu işi görə bilərik mənasına gəlir. Hələ ki mənim istədiyim effektdə nəticəni vermir. AI-dan çıxan reklam nəticəmiz rəqəmsal olaraq deyirəm də, yəni tam olaraq idarə eləyə bilmir. Amma bu o demək deyil də idarə eləməyəcək. Eləyəcək, amma bunu idarə eləmək üçün də bir rəqəmsalçı yenə lazımdır. Mən bir dənə əlavə eləyim bura. Axırımızı daha yaxşı görmək istəyirsinizsə, məncə xaricə baxın, Amerikaya baxın. Ən az Azərbaycan oradan bir neçə il geridədir. Keçən dəfə bir xəbər oxudum. Meta yaxında nə bilim neçə min işçini işdən çıxartmağı planlayır. Çünki onların kompüterlərinə AI qoşub mouseların hərəkətlərini və istifadə etdiyi gündəlik rutin şeylər bu bura girir, belə edir falan ki bunu artıq AI eləsin. Onların kameralar qoşulub, bütün skrinlər izlənilir. Yəqin ki gələn ayda bir 10 min işçi işdən çıxacaq ki onun yerinə AI. Bunun Azərbaycana gəlməyinə var. Ora baxın, təxmini planlayın, sadəcə ayaq uydurun. Mən bir dənə burada bir əlavəmi də eləyim öz təcrübəmdən. Hansı sahə tətbiq edilirsə, yəni edilə bilər. Bank sektoruna daha çox olacaqdır. Yəni bu Babaxan bəy mənə şey eləyər, qatılar. Amma nəysə yeyinti sənayesində və yaxud da FMCG-də biraz bu çətindir. Zaten biz hələ özümüz belə, yəni istehlakçının davranışını tam tuta bilmədikdən sonra bu yazıq AI necə tutsun bunu? Yəni indiki dövrdə Azərbaycan bazarını da düşündüyümüzdə, yəni burada fokuslanmaq, hər hansı platformaları burada analiz nəticələri vermək çox absurd nəticələr çıxardır. Yəni bu mən özüm dəfələrlə yoxlamışam. Heç əlaqəsi olmayan nəticələr çıxır. Bu da məlum məsələdir. Hələ bizim o bazarı bilmirlər. Növbəti suala keçək. O tərəfdəydi, başdaydı. Çalışıram ki, sağa, sola verəm ki, heç kim eləməsə. Yaxşı, növbət dəfə mikrofonu sizə verəcək. Sonra burada ortadadır mikrofon, digər çıxışdan sonra burada, sonra sizdə. Buyurun, sualınızı verə bilərsiniz. Hamını salamlayıram. Mən Murad Mirzəyev, Admin Startup'ın həm təsisçisiyəm. Sualım Fuad bəyə ünvanlanacaq. Düzdür, o daha çox AI fokuslu danışdı mövzusunda, amma data driven və AI idi mövzu. Data driven marketing çox vaxt onlayn üsullarla assosiasiya olunur. Amma sizcə bəs outdoor və indoorda
bu belə deyək də data driven marketinq tətbiq olunması nə dərəcə vacibdir? Misal üçün biz özümüz admin olaraq taksilərdə çalışırıq. Data driven reklam tətbiq eləyək və daha hədəfli reklam formatı təmin eləyə bilək. Siz də yəni bunun gələcəyi Azərbaycanda nə yerdədir? Murad bəy, səsinizi biraz zəif eşitdim. İki şeyi dəqiqləşdirməliyəm. Siz oradan data toplamağı deyirsiniz, yoxsa outdoor-u personallaşdırmağı deyirsiniz? Personalization deyirsiniz. Data toplamağı. Hə, başa düşdüm. Yəni şirkətlər üçün data toplamağı nəzərdə tuturam. Hə ki, buradan bu qədər adam görür, klikləyir. Bəli, yəni ölçüləbilən olmağı da qısa belə desək. Başa düşdüm sizi. Adətən nə tər istifadə olunur? Rəqəmsaldakı kimi detallı bir şey yoxdur. Tutaq ki, mollarda falan və yaxud mağazalarda keçidlərin qabağında fMRI-dan istifadə edir. Lazerdən insan sayını ölçür. Məsələn, buradan neçə nəfər keçdi. Orada da bir şey var ki, 3 nəfər yanaşı keçəndə lazer gedib bir nəfərə qayıdır, geri gəlir deyə onu bir nəfər kimi görür. Məsələn, 3 nəfər kimi görmür. Amma kim baxdı, kim neynədi falan outdoorda hələ ki belə ciddi bir fərqlilik yoxdur. Sadəcə belə insan sayı, baxış sayı belə və yaxud oradan keçəndə kim o Wi-Fi-yə qoşulur, Wi-Fi-yə neçə nəfər qoşulub təxmini buradan keçən adamların ortalama sayı falan rəqəmsaldakı kimi deyil. Amma effektsizdirmi? Yox, yəni qətiyyən. Elə yerlərdə billboardlar var ki, çox da yaxşı nəticələr verir. Bəs indoorda necə? Nəyini? Indoor reklamda. Yəni outdoor dedinizdə mən indoor və outdoor soruşmuşdum. Üzrlü sayın. Eyni məntiqdir. Əgər rəqəmsal deyilsə, orada sizin əl çata biləcəyiniz çox belə ciddi rəqəmlər yoxdur. Bəzi şeyləri məsəl üçün ölçmək üçün qustar üsullarla nə edə bilərsiniz? Orada bir QR kod var, amma reklamda eyni QR kod deyil. Ölçürsünüz ki, buradan bunu oxuyan adətən nə qədər adam olur. Orada bir telefon nömrəsi var, amma ümumi telefon nömrəsi deyil, başqa bir telefondur. Baxırsınız ki, buna nə qədər zəng gəldi, deməli adamlara nə qədər maraqlı oldu və s. və s. Yəni nə bilim kart sistemi, nə qədər adam kart vurdu, deməli bu reklamı gördü. Belə olar. Bəs indoorda, yəni belə deyək, taksi daxili misal üçün heç eşitmisiniz? Yəni interaktiv və yaxud da başqa hər hansı interaktiv və ölçülə bilən indoorda reklam üsulu bilirsiniz? Taksi daxili mən bir dənə bilirəm ki, Bakubas taksilərdə görmüşəm. Yox, o avtobusdur. Baku taksidə. Baku taksidə görmüşəm. O bizdə Badamcan taksi deyirlər də. Onlarda hər reklam imkanları var, amma orada nətər ölçülür, nələrə baxırlar onu bilmirəm. Yalan deyərəm, deməyəcəm. İndi siz daha sonra ətraflı bir Fuad bəylə bir müzakirə apararsınız. Sual verənlər çoxdur. Burada mikrofon buradaydı. Buyurun. Zəhmət olmasa burada xanım var, gözləyir. Siz sualınızı verin. Hər kəsə salam. Mənim adım Ayna Zəbilzadədir. Agritex MMC şirkətində marketinq mütəxəssisi olaraq çalışıram. Mənim 2 sualım olacaqdı. Biri, Nadir bəyə belə bir sual vermək istirdim ki, Google Ads reklamlarının Azərbaycan dilinə təsdiqlənməsi hələ də bir mane olaraq bizdə davam edir. Okey, bəzi kiçik hilələri biz bilirik, tətbiq edirik, location olsun, simvolların Azərbaycan hərflərinə bənzər digər dillərin simvollarını işlədib bunu tətbiq etmək, Google-u aldatmaq olsun. Bəs süni intellekti, AI-ı Google Ads reklamlarında Azərbaycan dilini təsdiqləmək üçün necə tətbiq edə bilərik? Bu barədə necə bir tövsiyələriniz olar? Onları eşitmək istərdim. Bir də ki, Fuad bəyə belə bir sualım olacaq ki, avtomatlaşdırmanı tətbiq edirik, çox gözəl nəticələr alırıq, hesabat olsun, dataların toplanması. Təhlükəsizliklə bağlı belə bir sualım vardı ki, Customer Experience, Customer Data, şirkətin daxili məlumatlarının Google tərəfindən və yaxud bu avtomatlaşdırmanı tətbiq edərkən üçüncü şirkətlər tərəfindən əldə olunmayacağına dair, yəni sualı bir dənə tez yekunlaşdırardıq zəhmət olmasa. Bitirirəm. Bu avtomatlaşdırmanı şirkət daxili məlumatları istifadə etmək üçün tətbiq edərkən təhlükəsizliyə nə dərəcədə güvənə bilərik? Buyurun. Bizim sualımız biraz texniki detallara girir. İstəsəz Coffee Break-də bunu müzakirə eləyərik, mütləq yadıma salın. Çox maraqlı sualdır. Çox istəyərəm. Mən qısa cavab verəcəm. Aha. Əgər belə çox da çox belə qlobal böyük şirkət deyilsinizsə, Azərbaycan daxili, nə bilim Türkiyə daxili istənilən datanızı verin.
Google-a o götürüb onsuz da onu qonşuya verəsi deyil, sadəcə öz modelinin təkmilləşdirilməsində istifadə edir o rəqəmləri. Tutaq ki, bu ay 100.000 satış elədik. Bu Google-un heç nəyinə lazım deyil, amma siz oradan maraqlı nəticələr, müştəri nömrələri falan məsəl üçün da verə bilərsiniz sheet-lə. Problem yoxdur, onu götürüb heç kimə vermir. Sadəcə özündə modeli daha da təkmilləşdirmək üçün istifadə edir. Təşəkkür edirəm. Buyurun. Çox sağ olun. Hər kəsə açıq deyil. Aydındır. Çox sağ olun. Buyurun. Buyurun, sual orada. Zəhmət olmasa özü təqdim edin. Bağırzadə Rəbinə, artıq 20 dənə sahibkarla işləyirəm. 4 ildir də marketinq sahəsindəyəm. Hocam da burdadır, Nadir müəllim. Mənim ilk hocalarımdan biri olub. Salamlayıram. Sualım hər üç spikerədir. Bu günü əsas mövzulardan danışaq. Bu gün AR-dan danışdıq müəyyən, amma bu günü marketinqdə əsas qayda satışdır. Satış edə bilməyəndə sən yaxşı marketinq deyilsən. Bu gün emosional və rasional satış var. Mən Azərbaycan dilində dedim. Rasional satış odur ki, ehtiyacı olan adama satırıq. Bəs emosional necə sataq ki, onun bu gün ehtiyacı yoxdur, amma biz bu gün bu xidməti satışa qoymuşuq və yaxud məhsulu satışa qoymuşuq. Onu necə sataq? Birinci sualım budur. İkinci... Bir dənə sualla yekunlaşdıra bilərik. Yox, siz məni görmürsünüz, ikinci sualımı da verin. Mən birinci şeydən sual verirəm. Ona görə ikisini də bir yerdə vermək istəyirəm. İkinci sualım da budur ki, bizə yazan müştərilər hamısı soyuq müştərilərdir. Bəs necə edək ki, bunu isti müştəriyə çevirək? Bugün çox adam deyir isti müştəri, amma onun pik nöqtəsini vermirlər. Çox xahiş edirəm, mütəxəssis olaraq bunun pik nöqtəsini verin ki, necə onu isti müştəriyə çevirək? Buyurun. Çox qısa başda bir dənə cavab verək. Birinci mən verim sonra. Tamam. Birinci verdiyiniz sual, ikinci sual o qədər getdi ki, birinci sual yaddan çıxdı. Dedim ki, mən onu cavab Rasional və emosional satışdan. Bu rəqəmsalda push və pull strategiyasıdır. Dediyimiz rasional pull strategiyasıdır. Biz bunu SEO və Google search reklamlarından və indi axtarış reklamlarından həll edirik. Amma push məsələsində isə ağlınıza gələcək istənilən zaten social media platforması bizim üçün push strategiyasından istifadə edirik. Yəni emosional hisslər üzərinə biz həmin şəxslərə bunu necə eləyə deyirsinizsə və AI-yı burada necə istifadə edirsinizsə, sadəcə AI burada bizə kömək edəcək generativ tərəfdə ona uyğun olaraq nələrsə çıxarılmasında, həmin şəxslərə özəl hər hansı bir vizualların çıxarılmasında biz bunu istifadə edirik. Biz çox genişləndirsək məhsul üzərində кейslər edə bilərik, amma bunun qısa cavabı push strategiyasını istifadə etməkdir. O da social medialar üzərinə həmin məhsul üzrə insanlara bilinirlik formalaşdırmaq, o şəxslərdə ona ehtiyac yaratmaq, həqiqətən də bildirmək ki, buna ehtiyac var. Məsələn, bu günləri mən gələndə görürəm ki, mənim heç də ağlıma gəlməzdi ki, maşının bu kəməri də, hansı ki, emniyyət kəməri türklərim, Azərbaycanda təhlükəsizlik kəməri, yes. Təhlükəsizlik kəmərində xüsusi yağ vurulurmuş səndəmə və şirkət onu izah eləyir, izahatını verərək göstərir ki, bu səndəmə bunun üçünmüş, beləymiş, eləmiş. Nədir? Yəni, push strategiyası istifadə elədi, social media vasitəsində mənə göstərdi. Burada influencer istifadə ola bilər, bəlkə insanların sözünü dinləyəcəyi bir şəxslər ola bilər ki, insanların tanımadığı bir məhsulu siz ona emosional şəkildə satasınız. Mikrofon oradadır. Allah bir nəfərdən son sualı alacağım. Son sualı orada bayaqdan xanım istəyirdi. Son sualı. Allah. Buyurun, siz sualınızı alın. Bir dənə son sualı. Təşəkkür edirəm. Rövşən Abdurrahmanlı, Xəzər Dəniz Gəmisinin əməkdaşıyam. Siz biraz öncə sual verdiniz ki, ümumiyyətlə bu süni intellekt dövründə ciddi problemlər, belə deyək, maneələr nədən ibarətdir, mənfi tərəfləri nədən ibarətdir. Ekspertlər də, spikerlər də cavab verdi və mənə görə əsas məsələ son dövrlər brendlərin, markaların bir-birinə çox bənzəməyidir. Bu süni intellekt dövründə süni intellektlər, daha doğrusu markalar bir-birinə çox bənzəyir. Həddən artıq. İstər onların tonlarında olsun, istər vizual olsun, adi mətn məsələsini götürək. Hamı səssiz qəhrəman olub süni intellektin sayəsində, hamı görünməyən qəhrəman olub. Siz bunu bir risk kimi görürsünüzmü ümumiyyətlə marketinq sahəsində, süni intellekt dövründə və bu kimi bir-birinə bənzəməkdən, oxşamaqdan uzaqlaşmaq üçün nələri tövsiyə edirsiniz? Babaxan müəllim cavab versə daha yaxşı olar. Digər spikerlərində fikirlər varsa eşitmək xoş olar. Çox qısa cavabını alaq. Digər panelin də vaxtına giririk. Girmişik daha doğrusu hətta. Prompt məsələsinə gəlir çıxır ki, hamı promptun özünü də AI-yə yazdırır.
promptun özünü də AI-yə yazdırdığınız zaman istər-istəməz çıxanlarda inkubator düzəsi olurlar və hamısı da eyni şeyi çıxardırlar. Və bizim də burada edəcəyimiz şey ondan ibarət ki, özünüz artıq biz yəni siz necə deyim, mən marketdə işləyən bir adam görmüşəm, satıcı da. Buna sizin dəfə deyirəm ki, 2/2 neçə, yəni 2 kilo filan şaftaldan çək, bu da 2 manatdır da. Götürüb kalkulyatorda bunu hesablayır. Amma bizdən yolda soruşsaz, deyəcəksiniz ki, 4 eləyir də 2/2-də. Siz neyiniz, beyniniz artıq ona uyğunlaşır və siz ChatGPT əlinizin altında olduğu üçün siz promptu da ona yazdırırsınız. Hər şey, kreativliyinizi tam şəkildə ona əmanət edirsiniz və nəticədə bir o kreativlik gedir. Kreativlik getdiyi üçün və ona əmanət elədiyimiz üçün ondan çıxan nəticələrə güvənirik. Yəni inkubatordan çıxan düzələrə güvənirik biz. Biz də maksimum çalışmalıyıq ki, o fərqliliyi qorumağımız üçün özümüz ona nəsə yazaq və hər dəfə eyni şeyi verməyək, özümüzü təqlid eləməyək. Yazdığımız promptu belə dəyişməmiz lazımdır hər dəfə və bu vasitə ilə düşünürəm ki, oradan çıxa bilərik. Oldu, çox sağ olun. Son sualı alaq. Uğur bəy. Salam, hər vaxtınız xeyir olsun. Xanım ayaqdan əlini qaldırıb, mən narahat oldum o yerinə. Xanımın da sualını alarsınız, zəhmət olmasa. Hə. Çox sağ olun Günah xanım. Buyurun, sualınızı verin. Salam bir daha. Mən Nərmin Bədirli, admin, korporativ satış meneceriyəm. Mənim sualım ondan ibarətdir ki, Babaxan müəllimə bu arada ünvanlayıram sualı. Sual ondan ibarətdir ki, digər paneldə Saday Əlverdiyev maraqlı bir fikir səsləndirmişdi. Hansı ki, ənənəvi marketinq hər zaman rəqəmsal marketinqi üstələyər, döyər demişdi. Bu fikir məncə daha çox strateji marketinqə, yəni əvvəldə olan planlamaya aid idi. Amma mən sizdən soruşmaq istəyirdim ki, Azərbaycan bazarında bu gün daha çox nəyə ehtiyac var? Hansı əməkdaşa ehtiyacı var? Strateji marketinqi, strateji marketinq düşüncəsinə sahib olan əməkdaşa, yoxsa rəqəmsal marketinqi full yaxşı bilən əməkdaşa? Çox sağ olun, təşəkkür edirəm. Okey. Biraz ağır mövzudur, amma ümumiyyətlə bizim Sada ilə bu müzakirələrimiz çox olur bu mövzu ətrafında, amma buradan da salamlayıram. Həmişə söz atmacalar atır. Bir şey deyim, biz üçümüz də rəqəmsal marketinq mütəxəssisiyik də, amma biz üçümüz də əslində marketoloquq və biz rəqəmsalı yaxşı bilən marketoloqlarıq sadəcə və bu o demək deyil ki, məsələn, kimsə PR sahəsindədir və o sahəni daha yaxşı bilir, eventın təşkil edilməsini daha yaxşı bilir və marketinq komandasının içərisindədir. Və biz burada heç də deyə bilmərik ki, bu pisdir, bu yaxşıdır, hamımız marketoloquq, ənənəvi rəqəmsalçı. İndi hansına ehtiyac varsa, mənim əməkdaşım Murad keçən dəfə LinkedIn-də bununla bağlı paylaşım eləmişdi. Vakansiyalar araşdırıb job search-ün içərisindəki vakansiyalar rəqəmsal və sosial media ilə bağlı elanlar daha çoxdur. Həddindən artıq daha çoxdur. Bu bizi tərəfdə daha azdır. Zaten işə rəqəmsalçı adı ilə götürüb traditional işini də gördürtdürürlər həmin adama. Sadəcə həmin adamdan o istəklər də var. Rəqəmsal biliklərin, biz necədir? Əvvəllər ingilis dili bilmə üstünlüyüdürsə, yəni indi hal-hazırda məcburiyyətdir. Sən ingilis dilini yoxsa işə götürmürlər. Eyni qaydada artıq rəqəmsal da ona gedir. Və sən rəqəmsal bilmirsənsə, marketoloq olaraq işləyə bilmirsən bəzi yerlərdə artıq. Və bu yavaş-yavaş tendensiya olaraq gedir. Bu da ingilis dili kimi, nə biləm, ofis proqramlarını işləmək kimi bir hala gəlib çıxır. Mən orada düşmən kimi baxmazdım. Əmioğlu, əmuşağıyıq. Biz onlar bir-birindən düşmən olmamalıdır. Oldu, çox sağ olun, çox sağ olun. İnanırsınız, suallar çoxdur. Gələnlər də var, hətta yazı ilə belə yazıb bizə suallar verənlər də çoxdur. Biz buradayıq, bir yerə getmirik. Sualınız olarsa, yəni birebir də yaxınlaşıb suallarınızı verə bilərsiniz. Məmnuniyyətlə cavablandırmaya hazırıq.